I wish qrammatikasının 3 forması var. Present, past and future. İndiki zamanda işlədərkən indiki arzu və ya peşmançılıq üçün işlədilir. Kaş indi belə olaydı. Strukturu bu formadadır. I wish plus past simple. I wish I had more free time. Kaş daha çox boş vaxtım olaydı. I wish I were taller. Kaş boyum daha uzun olaydı. Keçmiş zamanda isə keçmişdə baş verməyən bir şeyə görə peşmançılıq keçirdərkən işlədirik. Keçmişdə bunu etməsəydim və ya etsəydim. I wish plus had plus verb 3, yəni fe'l 3-cü forması. I wish I had studied harder. Kaş daha çox oxusaydım. I wish we hadn't missed the bus. Kaş avtobusu qaçırmasaydı. Gələcək zamanda isə adətən başqalarının dəyişməsini istəyəndə işlədirik. Kaş gələcəkdə belə olaydı. Kaş o bunu etsin. I wish plus subjectlərdən I olmaz. Yəni burada I işlətmək olmaz. Digər bütün hamısını işlətmək olar. He, she, it, you, we, they və da başqa bir subject. Plus would plus were. Misal üçün misallara baxaq. I wish you would listen to me. Kaş mənə qulaq assaydın. I wish it would stop raining. Kaş yağış dayansın. I wish they would come earlier. Kaş onlar tez gəlsin. Niyə görə burada I olmaz? Çünki dediyimiz kimi gələcək zamanda I wish adətən başqalarının dəyişməsini istəyəndə işlədirik. Ona görə olmaz. I wish I desək artıq indiki zaman işlətmək lazımdır. Bir də I wish bərabərdir if only. Yəni burada I wishləri çıxardıb if only qoya bilərik. Mənaca eyni olacaq.